Əgər sən də yeriməkdə çətinlik çəkirsənsə, dizində, oynaqlarında, belində kəskin ağrılar varsa da, sümüklərində sızıltı varsa da, qığırdağın yeyilibsə də, arterit artrozdan, protruziyadan əziyyət çəkirsən, sinirlərində sıxılma varsa, belindən ağrı tutur, ayaqlarına vurur, videonu diqqətlə dinlə. Bunların yaranma səbəbi nədir? Səbəbi müəyyənləşdirək, səbəbi aradan qaldıraq ki, köklü nəticəni əldə edək. Araşdırsaq görək ki, bu problemdən yaranma səbəbi 90%, 95% orqanizmdə kalsium tələbatının təmin olunmamasıdır. Sənin orqanizmdə kalsium tələbatı təmin olunmur və sənin sümüklərində boşalma, kövrəkləşmə yaranır. Müəyyən müddətdən sonra artıq sadaladığın problemlər əmələ gəlir. Sən nə edirsən? Ağrı kəsicilərdən istifadə edirsən, ağrını dondurmağa çalışırsan, müəyyən müddətli ağrıları dondurur. 3 ay, 5 aydan sonra ağrılar yenidən yaranır. Artıq ağrı kəsicilər köməklik göstərmir. Masaja, toka, fizioterapiyaya gedirlər. Yenə nəticə yoxdur. 3 ay, 5 ay yaxşı olurlar. Ağrılar yüngülləşir, daha sonra yenidən yaranır. Bax, burada bu səbəbi aradan qaldırıb köklü nəticəni əldə edə bilərsən. Səbəbi aradan qaldırmaq üçün sənə şərq təbətinin bioloji, qida ələvələrini deyirəm. Hansı ki, düzgün şəkildə istifadə ilə 100%-dən nəticə verəcək məhsullardır. İstifadə etsən Tibet təmizləyici çayı. Duzlaşma şirəslənmə mənbədindən xaric eləyir. Tərkibində 1 qram belə kimyəvi qatqısı yoxdur heç bir məhsulun. İstifadə edirsən iyonlaşmış biokalsium. 98% sovrulması var. Çöküntü vermir və 9 milə qədər yırtıqları belə bərpa edəcək gücdə bir kalsiumdur. Bir də glikozamin, kollagen tərkibidir. Tibetin glikozamini. Tərkibində kalsium, BD vitaminlərdən mövcuddur. Üçün birlikdə istifadə elə. Qığırdaq yerindən dayanacaq, sümük yerindən dayanacaq və bərpa olunacaq. Bütün əzələ sümük ağrılarının kökünü kəsəsən. Apteklərdə olmur, Tibet məhsuludur. Tibet mərkəzindədir. Azərbaycanın bütün bölgələrinin çatdırılması var. Mərkəz 28 mayda yerləşir. Ətraflı məlumat üçün səhifədəki nömrələ əlaqə saxlayıb köməklik göstərir.